Yaxın Şərqdə eskalasiyaların davam etməsi və Hörmüz boğazında beynəlxalq neft daşımalarının məhdudlaşdırılması fonunda Pakistan Maliyyə Nazirliyi ölkədə neft ehtiyatlarının yalnız 12 gün üçün kifayət edəcəyini bildirib. Unikal xəbər verir ki, ölkəyə daxil olan yüklər və planlaşdırılmış idxal hesabına neft ehtiyatları təmin edilir. Neft emalı zavodlarının optimal səviyyədə fəaliyyət göstərdiyi və benzin, dizel yanacağı, eləcə də neft təchizatı ilə bağlı ümumi vəziyyətin hələlik sabit olaraq qaldığı bildirilir. Qeyd edək ki, Pakistanda hazırda enerji təminatı ilə bağlı böhran yaşanır. Martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr səbəbindən sərt yanacaq qənaəti tədbirləri tətbiq edib. Martın 18-dən etibarən ölkədə məktəblərin fəaliyyəti dayandırılıb, ali təhsil müəssisələri isə onlayn tədrisə keçib. Dövlət qurumlarının avtomobil nəqliyyatının yanacaqla təminatı 50% azaldılıb, onların avtoparkından istifadə isə 60% ixtisar edilib. Enerji resurslarına qənaət məqsədilə dövlət qulluqçularının yarısı distant iş rejiminə keçirilib, bütün dövlət qurumlarında isə 4 günlük iş həftəsi tətbiq olunub.